Abortu niyə qadağan etmək istəyirlər ki? Gözünüz küncdəki videoda fikriniz məndə olsun. Vətəndaş mövqeyimlə Rayət İmam Əliyev qarşınızdayım. Mövzuya görə də hamınızdan üzr istəyirəm. Mən abortun qanunla qadağan olunmasının qəti əleyhinəyəm. Valideynlərinin heyvani ehtirası nəticəsində dünyaya gələn bu varlıqlar ən azı insan adını daşıyır. Bu varlıqların da cinsi tələbatları var. Gedib öz ağlında olan biri ilə izdivaca girəcəklər. Bu izdivacdan əmələ gələn uşaq gələcəkdə Azərbaycan xalqına nə qatqısı, nə faydası olacaq? O da bunlardan beş betər olacaq da. Bu cəmiyyətə kəmiyyət cəhətdən adam lazım deyil, keyfiyyət cəhətdən adam lazımdır. İsrailin 9 milyon əhalisi var, dünya meydan oxuyur. 4 milyonluq Finlandiyanı cəmi 4 nəfər ağıllı qadın nazir idarə edir. İqtisadi və rifah cəhətdən bizdən qat-qat üstündürlər. Çünki abort o dövlətlərdə qadağa yox, şəxsi seçimdir. İstənməyən, arzu olunmayan uşağın dünya zorla gətirilməsinin nə faydası var? Sabah atılacaq küçüyə, ya uşaq evinə veriləcək, dövlətin büdcəsindən də pul ayrılacaq, detdomdan sonra da buraxılacaq tək başına səndəliyə cəmiyyətə. Ya cinayətkar, ya da bu videodakılardan biri, ya da gecə klublarında pozğun həyat tərzi sürəcəklər. Üzr istəyirəm, təcavüzkar atadan, fahişə anadan cəmiyyətə buraxılan uşağın nə faydası olacaq, nə xeyri olacaq? Abort qadağa olmasaydı, biz bu videodakıların varlığına təəssüflənməzdik. Özləri də bu hallar ilə yaşamaq istəmir. Əziz izləyicilər, siz necə düşünürsünüz?